Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Bugünkü mövzumuz bölgədə dini baxış və dinin cəmiyyətdəki rolu haqqında olacaq. Suallarımıza aydınlıq gətirmək üçün studiyamızda dəyərli qonağımız Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov iştirak edir. Onun fikirləri ilə mövzunu daha dərindən anlamağa çalışacağıq. Mirtağı bəy, ilk sualım çox ümumi olacaq. Sizcə din hal-hazırda cəmiyyətimizdə hansı rol oynayır? Bismillahirrahmanirrahim. Mən də təşəkkür edirəm sizlərə, həm də verilişinizə, uğurlar arzulayıram, dinləyicilərinizə də xoş baxış diləyirəm. Dinin cəmiyyətdə rolu. Din hər zaman cəmiyyətdə aktualdır və hər zaman da təsirlidir. Din bizim cəmiyyətin bütün sahələrində öz təsirini göstərir. Amma bizim dinə yanaşmamız o fərq eləyir. Din bizim adət-ənənədən tutmuş, ailə qurmağımızdan, sünnətdən da dəfn, cənazə mədəniyyətinə kimi bütün sahələrimizdə, gündəlik yaşayışımızda var və olmalıdır da. Amma problemimiz buradadır ki, biz dinə necə yanaşırıq? Dini bilən bunu zərurətdən yanaşır, ümumi cəmaət isə bunu adət-ənənə kimi istifadə edir. Dara düşəndə Allahı yad eləmək, yola çıxanda Allahı yad eləmək, bir-birində haqsızlıq olanda Allahın adından, ədalətindən danışmaq və demək olarsa, hər sahəmizdə bu var. Bizdə olan problem budur ki, biz onu çox qabartılı formada həyatımıza oturda bilməmişik, yaşada bilmirik. Yəni, biri var, dinin ümumi buyruqları var ki, Allah səndən, bizdən, ondan namaz, oruc, düzlük, təklifləri var. Bunlar vacibatlardır, edilməlidir, həccidir, yaxşılıqdır. Bir də var, bizim ona yanaşmamız. Biz o vacibləri necə götürürük və necə qəbul edirik. Cəmiyyətin çoxu bunu zəruri olaraq bilsə belə bir qorxu var yaxın durmaq və ona o qədər yaxında buraxmır. Amma məişət səviyyədə, bəli, müsəlmanların çoxu inanclıdır, Allahını, Peyğəmbərini, imamını qəbul edir, məzhəblərə bölmədən kim necə. Və ən azından Ramazan, Qurban, Məhərrəm mədəniyyətlərində belə gündəlik vacibatlara əməl eləməyənlər belə bu müqəddəs günlərdə, aylarda öz vəzifə borcu olaraq nələrsə etməyə çalışır. İstər yardım etmələrlə, istər iftar vermələrlə, istər qurban kəsmələrlə ki, kasıbları sevindir. Yəni, hər bir halda din cəmiyyətimizin, mədəniyyətimizin tərkib hissəsində vardır. Burada problem odur, biz ümumi anlamda dini əsas mərtəbəyə qaldıra bilməmişik. Həyatımızın hər sahəsinə qaldıra bilməmişikdən bu qədər fəsad və günahlar və problemlər baş verir. Yəni, belə deyək. Bildiyimiz kimi, Gürcüstan sekulyar dövlətdir və bütün dinlər eynidir. Sizcə, konstitusiyaya əsasən bu qaydaya nə dərəcədə əməl olunur? Çox dəqiq və gözəl bir yerə vurğu elədiniz. Həqiqətən də Gürcüstan konstitusiyasında dinlər azaddır və millətlər azadlığından danışılır. Praktikdə biz bunu görmürük. Ayrı seçkilik hissi olunur. Siyasi və bürokratik tərəflərdən bu görülür. Müsəlmanlara ikili standart yanaşmalar var və hətta müsəlmanlar arası belə ayrı seçkiliklər var. Kim onlara daha yaxındırsa da onu daha çox irəli çəkilir. Kim biraz haqdan danışır, hüquqdan danışır, onların dediyi kimi oturub durmursa, ona
uzaqda saxlayırlar və ona problemlər yaradırlar. Əvvəllər də vurğulamışdım, bir daha xatırladım. Biri var, nəzəri olaraq yazılan var, bunun sərhəddi yoxdur. Ölkənin harda sərhəddi başlayır, harda bitir, sənin haqqın o çərçivə qədərdir. Biri də var ki, praktik. Praktikdə elə deyil. Praktikdə bəzi məmurların öz nəzəri var. Onların düşündüyü həddə sənə limit verilir. Ondan keçəndə elə bil qırmızı işığı keçmiş olursan, necə deyirlər, cərmələnmiş olursan, cərməni qəbul eləmişə doğru getmiş olursan da bu formada. Bu da çox təəssüf ki, ölkədə ayrı seçkilik yaradır. Birlik yox, bərabərlik yox. İnsanlar arasında iki haçallıq və dinlərə görə, millətlərə görə ikili baxış olmağı heç də ölkəmiz üçün yaxşı əlamət deyil. Ölkə o vaxtı inkişaf edə bilər ki, bütün millətlərindən və dinlərinlə bərabər hamıya eyni gözdə baxılsın, hamı özünü orada rahat, azad hiss eləsin, heç kim rənginə, cinsinə, irqinə görə ayrı seçkilik görməsin. İnsan hüquqları da bunu tələb edir, dini hüquqlar da, vicdani də, bəşəri də. Biz bunu istəyirik. Bizim dinimiz də elə bunu deyir. Bizim məzhəbimizin böyüyü Əmir əl-Möminin İmam Əli əleyhissalamın bir kəlamı var. Öz qubernatoruna tövsiyə olaraq vurğulayır ki, insanlar iki dəstəyə bölünür. Ya səndən dində qardaşdır, yəni müsəlmandır, ya da yaradılışda səndən bərabər. Amma anadan eyni doğulur. Yahudi də ola bilər, xristiyan da, ateist də. Sonuçta insandır. Və bunun davamında deyir, insan kimi davran. Hamısı sənin içindir, qarşında rəiyyətdir, cəmaatdır, işçidir. Sən onlara elə davran ki, səndən o ayrı seçkilik hiss eləməsinlər. Yəni, ədalət mərkəzdə olmaq lazımdır. Bunda dövlət təməli də bərkiyir və ölkədə də ixtilaf ayrı seçkilik olmur. Biz də bunu arzuluyoruz, amma çox təəssüf ki, məscid tikməyindən tut, başqa sahələrdə dini, daxili ixtilaflardan tut, ayrı seçkiliyə kimi, bugünə kimi davam edilir. Bundan sonra da inşallah ümid eləyək ki, bu kimi hadisələr baş verməsin. Müsəlmanlar rahat öz ibadət ocaqlarında tiksinlər, ayrı seçkiliklər ortadan qalxsın. Bir şəxs də ki, müstəqil məscid tikmək istəyəndə gedirlər cərmi ilə onu sıxışdıraraq, qorxudurlar və yaxud da bürokratik problemlər yaradaraq imkan vermirlər, insanlar davam eləsin. Bundan bir yana çıxmaq olmaz. Əgər azadlıqsa da hamının deyilsə heç kimin olmaz. Mirtağ bəy, çox önəmli bir mövzuya da toxunmaq istəyirəm. Bildiyimiz kimi ABŞ-İsrail ittifaqının İrana hücumu nəticəsində İranın ali dini liderinin öldürülməsinə dəstək məqsədi ilə şiə icmaları bir çox aksiyalar keçirilmişdi. Sizin buna yanaşmanız necədir? Bəli, çox mühüm mövzuya toxundunuz. Bugün də gündəmdə olan mövzudur. İranın ali dini lideri təkcə İranın ali dini lideri deyildi, o həm də müştehiddir. Şiələrdə müştehid mövzusu çox mühümdür. O sərhəd tanımır. Dünyanın harda o müsəlman və şiə icması yaşayırsa, inanclılar bunlarda bir ibadi forma olaraq, əməli olaraq təqlid mövzusu var. Bu müştehid olmalıdır və təqlid də edilir. Bu müştehid istər İranda olsun, istər İraqda olsun. Yəni şiədə bir nəfərdir, bir neçə nəfərdir, müştehidlər var. Bu insanlar da buna təqlid edilir. İranın ali dini rəhbəri Seyyid Əli Xameneyi də ABŞ-İsrail ittifaqının təcavüz və terror nəticəsində şəhadətə yetirilməsi bu dünyada bir çox müsəlmanlarda hiddət və qəzəb doğurdu. Buradakı müsəlmanlarımız da şiələrdir. Gürcüstan Azərbaycanlıların, bunu bilməyənlər də bilsin, çoxu şiədir. Və inancçılar da öz məhəbbətini və həm də o təcavüzkarlara qarşı öz etirazlarını o formada bildirdilər, dəstəyini. Üstə gəl də ki, burada təkcə dini mövzu yox, həm də vicdan mövzusu var idi. Uşaqların məktəbin vurulması, sivil xalqın terror edilməsi bu insanlarda qarşı bir etiraz yaratmışdı. Bu da həm də vicdani olaraq dəstək idi. Yəni iki formada həm mənəvi dəstək, həm vicdani, dini və
əxlaqi tərəfdən insanlar öz dəstəyini bildirdilər. Dediyimiz kimi şiələrdə müştəhid çox mühümdür və sərhəd tanımır və şiənin də həqiqi rəhbəri müştəhidlərdir, mərcəiyyətdir və şiədə sistemdə budur ki, mərcəiyyət, müştəhid və vəkillik institutu, nümayəndəlik bu formada dünyada da bu cür qəbul olunur. Ona görə də müsəlmanlarımız özünə borc bildi. Yəni burada dəstək olsunlar, öz həmrəyliyini bildirsinlər. Mirtəğa bəy, daha önəmli bir mövzuya da toxunmaq istəyirəm. Çünki son zamanlarda müşahidə edirik, əsasən də bölgəmizdə cinayət və bu kimi mənfi halların artımı müşahidə olunur. Bəs sizcə bunun əsas səbəblərindən biri gənclərin dinə marağının azlığı ola bilərmi? Burada obyektiv və subyektiv səbəblər var. Gənclərin dindən uzaq düşməkləri, bəli, fəsadlarını göstərir. Əgər İnsan dindən uzaq düşəndə onun üçün də sərhədd olunur. Heç bir qanun onun qarşısında. Din sənə qadağalar qoyur, nə edə bilərsən, etməzsən. Bundan uzaq düşəndə insan üçün bunlar qalxır deyə hər bir əməli özünə mübah bilir, özünə rəva bilir, onu edir. Buna zərərinə də olsa, öz aləmində xeyrinə də olsa. Bəli, cəmiyyətdə cavanların dindən uzaq düşməyin bunları günaha sövq edir, günaha tərəf çəkir. Amma burada bəzi məsələlər də var ki, bəziləri həm dindardır, həm də necə deyərlər, qəbul olunmaz bir dünya, necə deyərlər, lotu həyatı mı deyək, qara aləm mi deyək, Allah istəməyən həyat, şeytan bəyandığı həyata meyl edirlər. Bu da mühitin, cəmiyyətin təsirindən olur. Allahla şeytan bir araya sığa bilməz. Ya onu tutmalısan, ya bunu. İkisini bir araya gətirəndə fəsad doğurur. Bir dənəsi olmalıdır. Allahdan da qüdrətli, güc, qüvvət yoxdur. Allaha sığınmalıyıq. Onun buyruğuna əməl eləyəndə işlər də düz gedir. Bəziləri özünü dindar kimi göstərə bilər, amma mənəvi boşluq olanda görürsən ki, sapmalar olur və gedir müəyyən qrupların içinə düşür. Bu da öz təsirini göstərir. Çox təəssüf ki, bizim cəmiyyətdə bu rəvac tapıb, geniş yayılıb. Bu Allahın istədiyi bir həyat deyil, dinin dediyi həyat deyil və milli dəyərlərimizə də ziddir. Yəni insana öldürmə, sənin haqqın yoxdur öldürəsən, insana zülm eləmə, zorla haqqını alma, məcburən nəsə belinə pul yazma, bunlar din tərəfindən bəyənilmir və Allah da sevdiyi həyat deyil. İkinci tərəf fəsadda. Biz rifahın əleyhinə deyil, rifah həmişə yaxşıdır, yaxşı yaşayış. Çox təəssüf ki, mədəni, elmi səviyyəsi aşağı olan adamların əlinə birdən pul gələndə özlərini itirirlər. Rifah yüksəyə qalxdıqca fəsad da çoxalır. Allaha şükür, insanlar yaşayışı əvvəllərə nisbətən yaxşıdır, imkanlar genişdir, dünya çox inkişaf eləyib, insanlar maddi tərəfdən də irəli gedir. Amma bunu bilmirlər necə nə formada xərcləmək və xərcinin hara xərcləyib, nə edəcəyini bilməyəndə, hər şeyi edəndə burada da yenə fəsad doğur, burada da yenə cinayət baş verir. Allahın haram buyurduğu içkilərdən içəndə ağlın üstündə olmur, gedirsən özün bilmirsən, ya maşınla qəza törədirsən, ya kimisə vurursan, öldürsən, ya dava axtarırsan. Sonuçta yenə bir-birimizin canımıza düşərək millət arasında nifaq, ixtilaf, problem yanır. Bu məsələlərdən uzaq olmağımız üçün gələk Allahın buyruqlarına, təkliflərinə əməl eləyək, ona daha yaxın olaq və o qadağan olunmuş şeylərdən uzaq olaq. Bu da yenə qayıdır özümüzün zəifliyini, nəfsi məsələdir. İnsanın öz iradəsi mövzusunadır. İnsanlar özlərindən bir hesab kitab eləməlidir ki, mən bu həyatdan əslində özümü məhv eləyirəm, gələcəyimi məhv eləyirəm. Elə bilirəm, yaxşı oğlan deyəcəklər, amma atamı, anamı gözü yaşlı qoyuram. Həbsə də düşəndə oradan kömək istəyirəm. Bu yaxşı oğlanlıq deyil. Din də deyir, yaxşı oğlan odur ki, xidmət eləsin, ziyan verməsin. Zərər verən yaxşı oğlan ola bilməz ki, o zərər verəndir. Xəyanətkar deyirlər, zülm eləyən deyirlər. Din deyir ki, əlindən, dilindən zərər görülməyən şəxs faydalı adamdır. Biz əlimizlə, dilimizlə fayda vermək əvəzinə əksinə zərər veririk. Biz bunlardan çəkinməliyik. Allah dediyi kimi yaşamağı öyrənməliyik. Son olaraq gənclərin dinlə daha sağlam və düzgün əlaqə qurması üçün cəmiyyətimizdə hansı addımlar atılmalıdır? Cəmiyyətdə maarifləndirmə, tək dini maarifləndirmə yox. Ümumi olaraq mühitdə elmi maarif də zəifdir.
gənclərimiz elmə çox az dəyər verir. Çox şükür Allaha oxuyan gənclərimiz var. Bunlar fəxrimizdir, gələcəklərimizdir. Ümumi anlamda elm, təhsil, mədəniyyət, dini dəyər, milli dəyərlərdən qopanda hər şeydən uzaq düşürsən. Biz bunlara nə qədər yaxın olub, bunlardan faydalananda o qədər öz adət, ənənə, dini, milli dəyərlərimizə yaxın oluruq, daha faydalı oluruq. Bu da yenə elm, təhsil, maarifdən keçir. İstər dini, istər dünyanı fərq eləmir. Oxumaq lazımdır. Peyğəmbərimizin hədisindən sonlandıraq sualınızı. Deyir, beşikdən qəbrə kimi elm öyrənin. Quranın da ilk kəlməsi Qələm surəsi oxu ilə başlayır. Elmə bu qədər dəyər verən dindən biz niyə bu qədər uzaq düşmüşük, mənə çatmır. Biz gələk daimi oxumaq ilə məşğul. Oxumaq təkcə kitab deyil, bunu da başa düşək. Oxumaq həm də böyük alim, elm əhli, mərifət əhlinin yanında dinləmək də oxumaqdır. Elm təkcə üzündən oxumaq deyil yəni. Dinləmək də, oradan nəsə götürmək də oxumaqdır. Biz oxuya bilənlər kitab oxusun, oxuya bilməyənlər yaxşı çevrələrdə, yaxşı adamlarla otursunlar, dursun, onların əxlaqından, elmindən faydalansınlar. Cəmiyyətə də, özümüzə də faydalı olmağı öyrənsinlər. Çox sağ olun Mirtağ bəy, gözəl fikirləriniz üçün çox maraqlı və maarifləndirici bir buraxılış oldu. Hər birinizə təşəkkür edirik. Növbəti buraxılışda görüşənədək.